Xırçıltılı, boyatılamayan, qızardarkən bir ədədi belə açılmayan, ləzzətli, ən ideal pirajki reseptini təqdim edirəm. İlıq süd, ilıq su, duru yağ, yumurta, şəkər tozu, duz, mayonez. Bu arada mayonezi mütləq əlavə edin, çünki xırçıltılı edən əsas ingredient məhz odur və quru maya əlavə edib qarışdırıb, daha sonra unu da əlavə edib yumuşaq, hələ yapışan xəmir yoğuraq. Üzərini streç və dəsmalla örtüb mayalandıraq. İçliyi üçün kartofu və soğanı kub-kub doğrayıb, kartofu qaynamağa qoyub, soğanları isə kərə yağında qızardaq. Daha sonra kartofu əzib, soğançanı və duz əlavə edib qarışdıraq. Xəmir mayalanan kimi kündələmək lazımdır. Çox mayalanarsa qızararkən açıla bilər. 53 qramlıq kündələr ayırıb əlimizdə yayıb içlikdən yerləşdirib qəşəng hər tərəfli qızardaq. Artıq yağını təbii ki kağız dəsmalla çəkib daha sonra süfrəyə təqdim edək. Soyuqlar düşdüsə hər evdə mütləq pirajki hazırlanmalıdır. Soussuz pirajki deyil deyib ideal sousda hazırladım. Tomat pastasını pomidor soku ilə açıb içərisinə xırda doğranmış cəfəri, keşniş, sarımsaq və duz əlavə edib qarışdırdım. Dəhşətli digər reseptləri unudun. Və sonda qeyd edim ki, bu ölçülərlə 28 ədəd pirajki alındı.